Mən biologiya müəllimi Həsənova Sevinç. Bugün ontogenez mövzusunu sizə daha asan və aydın şəkildə izah etmək üçün buradayam. Çox adam ontogenez mövzusunda səhvlər edir və bu mövzu ona çətin görsənir. Amma əslində bunu düzgün başa düşsəniz və xromosom dəstlərini əzbər bilsəniz, hər şey çox asandır. Bu videoda test və məsələlər üzərində işləyərək sizə bu mövzunu tam izah edəcəm. Əgər biologiyanı siz də maraqlı və daha aydın şəkildə öyrənmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi isə dəftər qələminiz hazırdırsa, dərsimizə başlayaq. Deməli, dim test toplusuna keçid edirəm mən. 51-ci sual. Asan olsun deyən, izahları verim deyən, burada bunu copy-paste eləmişəm, amma əmin ola bilərsiniz ki, hər şey tamamilə eynidir oradakı ilə. Keçək. İnsanda meyozun ikinci bölünməsi nəticəsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsində neçə xromosom və neçə xromatid var? Meyozun ikinci bölünməsinə gəlin baxaq. Baxın, ikinci bölünmənin sonunda N bölünsün S xromosom dəstinə malik olur insan. Ona görə də yazırıq N bölünsün S. İnsanda da bilirik ki, haploid xromosom dəsti bərabərdir 23-ə. Ona görə yazırıq 23 bölünsün 23. Yəni 23 xromosom, 23 xromatid var insanda. Cavab eləyir C variantı. Daha sonra 52-ci sual. İnsanda meyozun birinci bölünməsi nəticəsində əmələ gəlmiş hər bir cinsiyyət hüceyrəsində neçə xromosom və neçə xromatid olar? Gəlin baxaq birinci bölünmənin sonuna. Birinci telofazanın sonunda M bölünsün 2C xromosom dəstinə malik olur insan. Bunu burada da yazırıq. N bölünsün 2C. Bilirik ki, haploid xromosom dəsti 23-ə bərabərdir. Ona görə yazırıq 23 bölünsün 46. Baxaq, 23 xromosom, 46 xromatid, cavab C variantı eləyir. Keçdik 53-cü suala. 53-cü sualda deyir ki, ada dovşanının ziqotunda 44 xromosom varsa, onun quyruq hüceyrəsinin nüvəsində neçə xromosom olmalıdır? Biz bilirik ki, ziqot 2 xromosom dəstinə malikdir. Ziqota yazıblar 44. Onun quyruq hüceyrəsi, bilirik ki, bütün bədən hüceyrələri də 2 xromosom dəstinə malikdir. Ona görə 2 də elə 44-ə bərabər olacaq. Ziqotla eyni xromosom dəstinə. Cavab D variantıdır. 54. Ada dovşanının ziqotunda 44 xromosom varsa, onun yumurta hüceyrəsində neçə xromosom olar? Ziqot diploid xromosom dəstinə malikdir. Yazırıq elə verdiyini 2 bərabər 44. Yumurta hüceyrə isə qamitdir və biz bilirik ki, qamitlər haploid xromosom dəstinə malik olur. 44-ün yarısı haploid eləyir 22. Cavab A variantı. Keçdik 55-ci suala. Sxem hansı prosesi əks etdirir? Haploid ilə haploid birləşib diploid əmələ gətirib, bu meyozu göstərir. Spermatozoid və yumurta hüceyrə birləşdikdə diploid xromosom dəstinə malik ziqot əmələ gəlir. 56. Sxem hansı prosesi əks etdirir? Diploid xromosom dəstinə malik ana hüceyrədən eyni xromosom dəstinə malik 2 qız hüceyrə əmələ gəlib, deməli bu mitozu əks etdirir. 57. Meyozun hansı mərhələsində xromosomlar arasında irsi məlumat mübadiləsi baş verir? Bu sualla tez-tez rast gələcəyik. Birinci bölünmənin profaza mərhələsində konjugasiya prosesi baş verir. İrsi məlumat mübadiləsi adlanır bu. 58. Şəklə əsasən söylənilən mülahizələrdən doğru olmayan hansıdır? Bu mitozun anafaza mərhələsidir. Mən bunu uşaqlara əzbərlətmək üçün mütləq deyirəm ki, mitozun mərhələlərinin şəklini dəftərinizdə çəkin və altında həmin mərhələnin xüsusiyyətlərini yazın. Bu zaman şəkli görən kimi tanıyacaqsınız. Və bu bilirik ki, anafazadır. Yazdım. Anafaza belə. Anafazada da bilirik ki, qütblərə çəkilir xromosomlar. A-da deyir ki, qütblərə çəkilən xromosomlar bir DNT molekuluna malikdir. Düzdür, baxın, bir dənədir. Meyoz olsaydı, meyozda 2 dənə olardı. Baxın, bunun şəklini çəkəndə daha yaxşı başa düşürlər. Baxın, burada 2 xromatidli xromosomlardır, tam xromosomlardır. Deməli, birincini düz deyir. Xromosomlar ekvator boyunca düzülərək metafaza lövhəsi əmələ gətirib səhvdir. Səhv cavabımız elə budur. Metafaza lövhəsini gəlin sizə göstərim. Baxın. Metafaza lövhəsi bax budur. Bu şəkildə olmalıydı. Sonra getdik 59-cu suala.
Bu şəkildə yenə anafazanı əks etdirir. Şəklə əsasən söylənilən mülahizələrdən hansı doğru deyil? Göstərilən mərhələdə diploid orqanizmlərin xromosom yığımında DNT-nin miqdarı 4-dən 4-dir, düz deyir. Bu mərhələdə xromosomlar bir DNT molekuluna malikdir, düz deyir. Xromosomlar hüceyrənin mərkəzində metafazə lövhəsi əmələ gətirib, səhv deyir. Sualın elə oxşar. 60. Şəklə əsasən düzgün olan mülahizəni müəyyən edir. Bu da mitozun anafaza mərhələsidir. Göstərilən mərhələdə xromosom yığımı və DNT-nin miqdarı 2-nin 4-sidir, səhvdir. 4-ün 4-si olmalıydı. Xromosomlar hüceyrənin mərkəzində düzülərək metafazə lövhəsi əmələ gətirib, səhvdir. C. Xromatitlər hüceyrənin qütblərinə çəkilməsi nəticəsində xromosom yığımı 2 dəfə artıb, düz deyir. 2-nin 4-sidən 4-ün 4-siyə keçirlər anafaza mərhələsində. Ona görə C-ni düz götürdük. Gəlin görək, bəs D ilə Y niyə səhvdir? Göstərilən mərhələdə bölünmə vətərləri 2 xromatidli tam xromosomları qütbə çəkir, səhvdir. 2 xromatidli olsaydı, burada 2 dənə xromatid olardı hərəsində, meyozdakı kimi. Bu mərhələdə hüceyrənin sitoplazması 2-yə bölünürsə, sitoplazma telofazada 2 hissəyə bölünür. Yəni, burada da gördüyünüz kimi sitoplazmanın belə bölünməsi kimi bir işarəyə rast gəlinmir. 61. Euler-Venn diaqramında X, Y, Z-i müəyyən edin. X mitozdur, Y, Z meyoz bölünmədir. Baxaq, A-da deyir ki, X-də bölünmə vətərləri yaranır. Elə buradan çıxırıq, çünki hər ikisində bölünmə vətərləri yaranır. Bu Y-ə məxsus olmalıydı. B-də deyir ki, X ilkin cinsi hüceyrələr bölünə bilər. Y-də hüceyrələr qısa ömürlüdür, səhvdir. Qısa ömürlü olan cinsiyyət hüceyrələrdir, o meyoz bölünməyə aiddir. B-ni ona görə çıxdıq. C-də deyir, X-də yaranan hüceyrələr yenə həmin yolla bölünə bilir. Mitozda bəli düz deyir. Y-də bölünmə vətərləri yaranır. Bayaq dediyim kimi, hər ikisində bölünmə vətərləri yaranır. Z-də, yəni meyoz bölünmədə irsi müxtəliflik yaranır, düz deyir. Ona görə elə C variantını götürürük. 62. Sxemə əsasən səhv mülahizəni müəyyən edin. Deməli, burada Y hissə, yəni bu hissə interfazanı göstərir. Presintetik, sintetik və postsintetik. Bu hissə mitoz bölünmədə ola bilər, meyoz bölünmədə ola bilər. Gəlin baxaq. Birdə deyir ki, X-də xromatitlərin sayı artır. Səhv deyir. Xromatitlərin sayı bax bu sayıda artır interfazada. Y gametogenezin yetişmə mərhələsində baş verir. Səhv deyir. Bu interfaza mərhələsidir. Y-də xromosom sayı xromatit sayına bərabər ola bilər. Düz deyir. Məsəl üçün G1-də bərabər idi. Bunu götürmürük. 4-də deyir ki, X gametogenezin çoxalma mərhələsində baş verə bilər. X çoxalma düz deyil, ya mitozda, ya meyoz. 5-də X-in müəyyən fazasında xromosom sayı arta bilər. Düz deyir, anafazada artır. Y-də hüceyrə sayı artır. Y-də hüceyrə sayı artmır. Xromatit sayı artır. Bunu da Y səhv dedi. 7-də deyir ki, Y-də xromatik sayı artır, düz deyir. Səhv oldu. 1, 2, 6, cavab A variantı. 63. Meyoz bölünmənin digər bölünmə formalarından fərqləndirən proses hansı terminlə uyğundur? Bu, konjugasiya prosesidir. Birinci profazada gedir. Bunun nəticəsində də irsi müxtəliflik yaranır. 64. Düzgün olmayan mülahizəni göstərin. Krasingover kombinativ dəyişkənliyi mənbəyidir, düz deyir. Homoloji olmayan xromosomlar arasında hissələrin mübadiləsi Krasingover adlanır. Bu səhvdir. Burada səhv hissə bax budur. Homoloji olmayan deyir. Əksinə, homoloji olan xromosomlar arasında yalnız Krasingover gedə bilər. B variantını götürürük. 65. Sxemdə göstərilən mitoz bölünmə fazalarını düzgün ardıcıllığını müəyyən edin. Birinci, gördüyünüz kimi burada vətər telləri əmələ gəlməyə başlayır. Bu profazadır. İkincidə 2 dənə hüceyrə artıq əmələ gəlib. Bu sonuncuda telofazadır. Üçüncüdə metafaza lövhəsidir. Elə metafaza mərhələsidir. Ekvator boyunca düzülüb gördüyünüz kimi. 4-də qütblərə çəkilmə müşahidə olunur. Bu da anafazadır. Deməli, birinci, üçüncü, dördüncü, ikinci. Cavab elədir D variantı. 66-cı sual. Gəlin baxaq 66-ya. Çovdar bitkisinin yarpaq hüceyrələrində Çovdar bitkisinin yarpaq hüceyrələrində 14 xromosom var. Bölünən endosperm hüceyrələrində anafaza mərhələsinin sonunda neçə xromosom görmək olar?
Çovdar bitkisinin yarpaq hüceyrəsi diploid xromosom dəstinə malikdir və bizə söylüyor ki, 14 xromosomu var. Deməli, onun haploidi 7-yə bərabərdir. Bölünən endosperm hüceyrələrində biz də bilirik ki, endosperm 3N xromosom dəstinə malikdir. 3N-i 21-ə bərabər olacaq. Sonra deyir ki, bölünən endosperm hüceyrələrində anafaza mərhələsinin sonunda neçə xromosom görmək olar? Anafazada, mitozda biz bilirik ki, 4N, 4C xromosom dəsti olur. Yəni ki, xromosomların sayı 2 dəfə artır. Bayaq tapmışdıq ki, endospermdə 21 xromosom dəsti var. Bəs anafazada 2 dəfə artanda necə olacaq? 21-i vururuq 2-yə, o da bərabər olur 42. Cavab oldu Y variantı. 67-ci sual. Canlının bir nüvəli hüceyrəsində mitoz bölünmənin metafaza mərhələsində 32 xromatid sayılmışdır. Bu canlının qametində neçə xromosom olmalıdır? Metafazada baxın, mitoz bölünmənin metafazasında 2N 4C xromosom dəsti olur. Bizə də deyir ki, Bizə deyir ki, mitoz bölünmənin metafaza mərhələsində 32 xromatid olur. Bayaq nə dedim? 2N bölünsün 4C xromosom dəsti olur. Burada xromatidi 4C göstərir. Bunun 4C'si özü deyir ki, 32-yə bərabərdir. Bəs haploid xromatid sayı nə qədər olur onda? 8. Sonra da bizə deyir ki, bu canlının qametində neçə xromosom var? Biz də bilirik ki, qametlər həmişə haploid xromosom dəstinə malik olur. Ona görə yazırıq ki, xromosom N bərabərdir ilə 8. Cavab olur A variantı. Keçdik 68-ci suala. Əgər hüceyrədə bölünmədən bilavasitə qabaq N xromosom və N molekul DNT vardırsa, mitoz bölünmə nəticəsində əmələ gəlmiş hər bir qız hüceyrədə nə qədər xromosom və DNT molekulu olacaq? Mitozun əvvəlində, gəlin baxaq, hər bir hüceyrə 2N 4C xromosom dəstinə malik olur. 2N 4C-ni bura yazıram. Mitozun əvvəlində 2N bölünsün 4C xromosom dəsti olur. Bizdən də mitoz bölünmənin sonunda əmələ gəlmiş. Mitoz bölünmənin də sonunda 2N bölünsün 2C xromosom dəsti olur. Yəni, baxaq görək nə neçə dəfə azaldı. Xromosom sayı dəyişmədi. Baxın, 2N olduğu kimi qaldı. 2N. Amma xromatid sayı 2 dəfə azaldı. 4C-dən 2C-yə düşdü. Bunu ifadə eləsək, yazarıq ki, N xromosom sayı olduğu kimi qalıb. Xromatid sayı isə 2 dəfə azalıb. N bölünsün bölün işarəsi N bölünsün 2 kimi yazılır. Burada A variantı olur cavab. Sonra keçdik 69-cu suala. 69-da deyir ki, meyozun ilk bölünməsindən bilavasitə əvvəl ana hüceyrədə xromosom sayı bu qədərdir. Birinci hüceyrələrin bölünmədən sonra yeni əmələ gəlmiş hüceyrələrin birində bu parametr necə olacaq? Deməli, meyoz prosesini soruşur. Meyozun əvvəlini deyir, bir də birinci bölünmədən sonraki xromosom dəstini soruşur. Gəlin baxaq. Meyozun əvvəlində 2N 4C xromosom dəsti olur. Sonunda isə N 2C-yə düşür xromosom dəsti. Gəlin bunu burada da yazaq. Əvvəlində 2N bölünsün 4C olur. Birinci meyozun sonunda isə N bölünsün 2C olur. İndi nəyi soruşurdu bizdən? Hətta DNT sayını da soruşur. DNT xromatiddə bərabər olur elə. Yazırsan 4D. Aşağıda da yenə xromosom sayın, xromatid sayına bərabər olur. Yazırıq 2D. Gəlin görək nə neçə dəfə azaldı. Xromosom sayı 2 dəfə azaldı. Yazaq X bölünür 2. Baxın, B variantından gedirik. Xromatid sayı da yenə 2 dəfə azalıb. DNT sayı da 2 dəfə azalıb, gördüyünüz kimi. Ona görə X bölünsün 2, M bölünsün 2, D bölünsün 2. Cavab B variantı olacaq. Sonra keçdik 70-ci sual. Meyozun birinci bölünməsindən bilavasitə əvvəl ana hüceyrədə xromosomların sayı bu qədərdir. İkinci bölünmədən sonra əmələ gəlmiş hüceyrələrdə bu parametrlər necə olacaq? Yenə çox asan.
Meyozun əvvəlində bilirik ki, 2N4C xromosom dəsti olur. İkinci bölünmədən sonra isə N bölünsün C xromosom dəstinə rast gəlinir. D-ni də yazsaq, yazarıq ki, 4D. Burada yazırıq 1C. Bilirik ki, o xromatid sayına bərabər olur. Deməli, baxaq nə neçə dəfə azaldı. Xromosom sayı 2 dəfə azalır. Xromatid sayı və DNT sayı isə 4 dəfə azalır. Baxın. Onda birincini 2-yə bölürük, digərlərini isə 4-ə bölürük. Cavab Y variantı. Sonra deməli 71-ci sualda deyir ki, mitozdan bilavasitə əvvəl ana hüceyrədə xromosom sayı bu qədər olmuşdur. Yeni əmələ gəlmiş qız hüceyrələrinin birində bu parametr necə olacaq? Mitozun əvvəlində 2N4C xromosom dəsti olur. 2N4C. Mitozun sonunda isə 2N bölünsün 2C xromosom dəsti olur. Okay. Nə neçə dəfə azalıb? Yenə DNA-də soruşur burada. 4D. Aşağıda da xromatid sayına bərabər olur. 2C yazır, 2D yazırıq yenə. Baxaq görək nə neçə dəfə azalıb. Xromosom sayı dəyişməyib. 2N-də də qalıb. Xromatid sayı və DNT sayı isə 2 dəfə azalıb. Xromosom dəyişmir. Elə X olduğu kimi yazırıq. Digərlərinin sayı isə 2 dəfə azalıb. Cavab C variantına uyğun gəlir. 72. İnsanın hüceyrəsində meyozun ikinci bölünməsinin profaza mərhələsində nə qədər xromatid var? Biz bilirik ki, insanda haploid xromosom dəsti 23-ə bərabərdir. Bizə də deyir ki, meyozun ikinci bölünməsinin profaza mərhələsində. Gəlin baxaq. Baxın, meyozun ikinci bölünməsinin profazasında N2C xromosom dəstinə malik olur insan. Ona görə yazırıq. N bölünsün 2C. İndi gəlin ifadə eləyək. 23 bölünsün 46. Bu qədər bəsit. Bizdə də nəyə soruşturdu? Xromatid. Xromatid də C ilə işarə olunduğuna görə 46-ını götürürük. Cavab C variantı. 73-cü sual. İnsan hüceyrələrinin diploid xromosom dəsti bu qədərdir. Şimpanze, pomidor, drozofil, milçəkdə isə bu qədərdir. Əgər meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda hüceyrədə 48 xromosom varsa, bu hüceyrə yuxarıda göstərilən orqanizmlərdən hansına aiddir? Tez baxırıq ki, meyozun birinci bölünməsinin anafazasında nə qədər hüceyrə olur? Baxın, birinci bölünmənin anafazasında 2N4C olur. İkinci bölünmənin anafazasında isə 2N2C olur. Baxaq. Haradaydı son? Burada da birinci bölünmeninkini soruşurdu. Yazırıq 2N bölünsün 4C. Birinci bölünmənin anafazasında 2N4C olur. 48 xromosom. Xromosomu soruşur. Yəni bu 2N-i. 2N-i bərabərdir 48-ə. 2N bərabər 48. 2N ilə onun diploid xromosom dəstidir. Baxaq görək hansına diploid xromosom dəstinə 48 vermişdilər. Baxırıq ki, şimpanzeni göstərdilər. Ona görə cavab eləyir C variantı. Sonra 74-cü sual. Şimpanzenin somatik hüceyrəsində 48 xromosom var. Meyozun birinci bölünməsinin profazasında dişilərdə konjugasiya edən neçə xromosom cütü əmələ gələ bilər? Şimpanzedə somatik hüceyrə bilirik ki, 2N-dən işarə olunur, diploiddir. Özü deyir ki, 48 xromosoma malikdir. Sonra nə yazmalıyıq biz? Meyozun birinci bölünməsinin profazası. Meyozun birinci bölünməsinin profazasında 2N bölünsün 4C xromosom dəstinə malik olur hüceyrə. Deyir ki, burada dişilərdə konjugasiya edən xromosom. Xromosom 2N-dən işarə olunur. 2N də 48-ə bərabərdir bunun. Sonra burada nəyə səhv yazırlar adətən? 48-i görən kimi sevinib tez D-ni götürürlər. Amma baxın, burada xromosom cütü deyir. Cüt dediyinə görə 24-ü götürürük. 48-i 2-yə bölürük. Cavab eləyir 24. 24 xromosom cüt arasında konjugasiya gedir. Sonra 74'ü dedik, keçdik 75'ə. Yəni 75'ə baxaq. Deyir ki, heyvanların yumurta hüceyrəsinin inkişafının yetişmə zonasında əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən hansı doğrudur? A və B ikisi də meyozomdan əmələ gəlir.
Birinci bölünmədə, yəni burada A-da N2-si xromosom dəstinə malik olur hüceyrə. N2C. B-də isə N-C xromosom dəstinə malik olur. N-C. A və B xromatidlərin miqdarı bərabərdir. Xromatidi burada C ilə işarə edirik. C gördüyünüz kimi bərabər deyil. B mitoz A meyoz bölünmə nəticəsində əmələ gəlir. Səhv. İkisi də meyoz bölünmə nəticəsində əmələ gəlir. A və B-də DNT-nin miqdarı bərabərdir. DNT ilə xromatid sayına bərabərdir. Gördüyünüz kimi fərqlidir. Birində ikisi idi, birində C idi. C getdi. A və B-də xromosom miqdarı bərabərdir. Bu düzdür. Xromosomu N-lə işarə edirik. İkisində də N sayda xromosom var. Cavab oldu D variantı. 76. Heyvanların yumurta hüceyrəsinin inkişafının sxemi verilmişdir. Hansı rəqəmlə işarələnmiş sahədə meyoz bölünmə gedir? Meyoz bölünmə bayaqda dedim 4-cü və 5-ci hissədə gedir. Cavab Y variantı. 77. Heyvanların yumurta hüceyrəsinin inkişafının yetişmə mərhələsində əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən hansı doğrudur? Burada A-da N bölünsün 2-si xromosom dəsti olur. 2C. B-də isə N-C xromosom dəstinə malik olur hüceyrə. Gəlin baxaq. A və B hüceyrələrində xromatidlərin miqdarı eynidir. Səhv deyil. Xromatid C ilə işarə olunur. Gördüyünüz kimi fərqlidir. A və B-də DNT-nin miqdarı bərabərdir. DNT xromatid sayına bərabər olur. Səhvdir. Burada A-da xromatid sayı B-dən 2 dəfə çoxdur. Ona görə götürürük Y variantını. 78. Diploid orqanizmdə meyoz prosesi zamanı göstərilən fazaların hansında müvafiq olaraq xromosomlar 2 və 1 xromatiddən ibarət olunur. Yəni C-ləri birində 2C olsun, birində isə 1C olsun. Bu da uyğun gəlir birinci telofazaya. Birinci telofazada 2C xromatid var idi. Bir də ikinci telofaza. İkinci telofazada 1 xromatid var idi. Gəlin burada da sizə göstərim. Baxın, birinci telofazada 2C xromatidi olur. İkinci telofazada isə 1C xromatidi rast gəlinir. Ona görə cavab oldu B variantı. 79. 79'u gəlin yazaq. 79 haradaydı? Onu bura yazmamışam. 74. Əgər hüceyrələrin sayı N, onların hər birində xromosomların diploid dəsti X-dirsə, bu hüceyrələrin meyoz bölünməsindən əmələ gəlmiş hüceyrələrdə cəmi neçə xromosom var? Deməli, hüceyrənin sayı N-dir bilmirik. Onların hər birində diploid xromosom. Gəlin bunu sizə drozofil milçəyinin xromosomlarının üzərində izah edeyim. Biz bilirik ki, drozofilin diploid xromosom dəsti 8-ə bərabər olmuş. Bu hüceyrədir, diploid hüceyrədir. Deməli, nə yolunu deyirdi? Meyoz yoluna bölünür. Meyoz bölünmə zamanı 4 dənə hüceyrə əmələ gəlir. 4-ü də ana hüceyrənin yarısı qədər xromosom dəstinə malik olur. Haploid olurlar. 4, 4, 4, 4. Bu hüceyrələrin meyoz bölünməsinin əmələ gəlmiş hüceyrələrdə cəmi neçə xromosom var? Cəmi sayırıq. Əmələ gələn hüceyrələr bunlardır. 4-ün üstünə 4, üstünə gəldik 4. Cavab elədi 16. 16 xromosom dəstinə malik olur cəmi yaranan hüceyrələr. İndi biz bunu, bu 16-nı X-lə ifadə eləməliyik. 16-nı X-ə çatdırmaq üçün nə edərik? X bax budur. 2-yə vurarıq. Deməli, 16-nı burada nə ilə göstərir? 16-nı 2-yə vurarıq. N sayda da hüceyrəmiz varsa, onda yazarıq 2NX. Cavab oldu B variantı. 80-ci sual. Əgər hüceyrələrin sayı N, onların hər birində xromosomların diploid dəsti X-dirsə, onda bu hüceyrələrin mitoz bölünməsindən əmələ gəlmiş hüceyrələrin cəmi neçə xromosomu var? Yenə, drozofilin üzərində izah edirəm. Drozofilin diploidi 2N xromosom dəstinə malikdir. Mitoz yolla bölürəm. Aydın məsələdir ki, 2 dənə hüceyrə əmələ gələcək. Əmələ gələn hüceyrələrdə ananın xromosom dəstinə malik olur. İkisi də 8 xromosom dəstinə malik olur. Deyir ki, mitoz bölünməsindən əmələ gəlmiş hüceyrələrin cəmi neçə xromosom olur? Cəmi 8-dən 8-i toplayıram, eləyir 16.
İndi 16-nı bax bu x-lə, yəni 8-lə ifadə eləməliyik diploid xromosom dəsti ilə. Yenə nə edərik? 8-i 16-ya gətirmək üçün 2-yə vurarıq. En sayda da hüceyrə varsa, hüceyrələrin sayına da vurarıq. Cavab eləyir 2nx. 81. 81-də deyir ki, mitoz bölünmənin anafazasında verilmiş hüceyrələrin nüvə DNT-sinin kütləsi 4,2 olarsa, meyoz bölünmənin sonunda əmələ gələn hüceyrələrin birinin nüvə DNT-sinin kütləsi nə qədərdir? Mitozun anafazasında hüceyrələr 4n bölünsün 4c xromosom dəstinə malik olur. Bunun 4n-i əgər özü verir ki, DNT-sinin kütləsi. DNT də burada bölünsün 4d-dir. 4d. 4d-si, DNT-si yəni. 4d-si bərabər olur 4,2-yə. 4,2. 4,2-yə bərabər olur. Bizdən nəyə soruşur? Veriləni yazdıq. Meyoz bölünmənin sonunda əmələ gələn hüceyrələrdə nə qədər olar? Meyozun sonunda n bölünsün c xromosom dəsti olur. N bölünsün c ilə ifadə edəndə 4n burada xromosomumuz nəyə soruşur? DNT-ni. 4D DNT-si sonunda, meyozun sonunda olur. Yəni haploid xromosom dəstinə malik olur. Bunu da haploid tapdıq ki, 4D-si 4,2-dirsə, 1D-si də bərabər olacaq 1,5-ə. Cavab oldu D variantı. Təkrar edirəm. Belə sualda nə verirsə, hansı fazanı göstərirsə, onun xromosom dəstini yazmalısınız. Mitoz bölünmənin anafazasında hüceyrə 4n bölünsün 4c bölünsün 4d xromosom dəstinə malik olur. Bu da özü dili ilə deyir ki, anafazada DNT-nin kütləsi, yəni 4D 4,2-yə bərabərdir. Sonra hansı fazanı deyir, onu yazmalıyıq. Meyoz bölünmənin sonunda. Yəni fazanın sonunda hüceyrələr N bölünsün C bölünsün D xromosom dəstinə malik olur. 4D-si 4,2-dirsə, bəs 1D-si neçəyə bərabər olur? Tapdıq ki, 1,5-ə. Cavab D variantı. 82. Ada dovşanının qametində nüvə DNT-sinin kütləsi bu qədərdir. Qamet bilirik ki, haploid xromosom dəstinə malik olur. D-si bərabərdir. Özü deyir ki, 4-ə. Zigotun bölünməsinin profazasında. Zigotun bölünməsinin profazasında biz bilirik ki, 2n bölünsün 4c xromosom dəstinə malik olur. 4c bölünsün 4d. Elə həmin fazanı soruşur. Profazasında nüvənin DNT-sinin kütləsi nə qədər olar? 1d-si 4-dürsə, bəs 4d-si nə qədər olar? Onda da 4-ü vururuq 4-ə. O da eləyir 16. Cavab elədi A variantı. Sonra 83. Şəkildə xoruzun toxumluğunun yetişmə zonasına keçmiş hüceyrənin meyoz yolla bölünmə sxemi verilmişdir. A və B haqqında deyilənlərdən hansı doğrudur? Xoruz, yəni quşlar, bilirik ki, quşların erkəyi homogametdir. Yəni ikisi də XX xromosomuna malik olur. Yaranan bütün cinsiyyət hüceyrələri XX xromosomuna malik olur. Daha sonra variantlara baxaq. Deyir ki, A və B-də DNT-nin miqdarı bir-birindən fərqlənir. Səhv deyir. Nə DNT-si, nə xromosomu, nə də xromatidi bir-birindən fərqlənmir. Ona görə bu variantları çıxırıq. DNT-si də fərqlənmir. Atom xromosomları da fərqlənmir. A və B-də cinsiyyət xromosomların quruluşuna görə oxşardır, düz deyir. Çünki bunların hamısı X xromosomuna malikdir. Bu da X-dir, bu da X-dir, bu da, bu da. Ona görə Y variantını götürürük. Gəldik 84-ə. 84-də deyir ki, şəkildə toyuğun yumurtalığının yetişmə zonasına keçmiş hüceyrənin meyoz yolla bölünməsi göstərilib. Burada A və B hüceyrələri bir-birindən nə ilə fərqlənir? Toyuq biz bilirik ki, quşlarda heterogametdir. X və Y xromosomu əmələ gəlir bunlarda. Yəni bunlardan biri X ola bilər, biri Y ola bilər və s. dəyişik. Amma nə DNT sayına görə, nə molekul sayına görə, nə xromatid sayına görə bir-birindən fərqlənmir. Hamısını yazırıq. N bölünsün C, o da bölünsün D
xromosom dəstinə malik olur. Yəni bir-birlərindən fərqlənmirlər. DNT molekulunun sayına görə fərqlənmir, cinsiyyət xromosomların sayına görə fərqlənmir, xromatid və yaxud da ki, digər xromosomların sayına görə bir-birlərindən fərqlənmir. Hamısında N, C, D olur. Bircə fərqlənir cinsiyyət xromosomun quruluşuna görə. Çünki bu ola bilər X-dir, bu da ola bilər Y-dir. Sadəcə cinsiyyət xromosomu quruluşuna görə fərqlənə bilər. Ona görə cavab B variantı olur. 85-ci sual. Spermatozoidun toxumluğun yetişmə zonasına 8 hüceyrə daxil olmuşsa, əmələ gəlmiş gametlərin neçəsi X cinsiyyət xromosomu daşıyacaq? Toxumluğun yetişmə zonasına bir hüceyrə daxil olduqda, ondan 4 yeni hüceyrə əmələ gəlirdi. Və 8 hüceyrə daxil olanda neçə hüceyrə əmələ gələ bilər? Buradan tapırıq ki, X bərabər olur 32-yə. Bəs indi bizdən soruşur ki, qametlərdən neçəsi X cinsiyyət xromosomu daşıyır? Biz də bilirik ki, bağlar sürünəndə və sürünənlərdə erkəklər homoqamet olur. Bütün xromosomlar XX cinsiyyət xromosomuna malik olur. Ona görə deyirik ki, 32-si də X xromosomunu daşıyacaq. Sonra gəldik 86-cı suala. 86-da deyir ki, toxumluğun yetişmə zonasına 8 hüceyrə daxil olmuşdur. Əmələ gəlmiş gametlərdən neçəsi XX cinsiyyət xromosomuna malik olar? Toxumluq dedik ki, XX xromosomuna malik hüceyrələr yetişdirir. Orada Y xromosomuna rast gəlinmir. Ona görə 0 seçirik. 87-ci sualda deyir ki, məməli heyvanın somatik hüceyrəsinin bölünməsi zamanı anafazanın sonunda autosom xromosomların sayını n qəbul etsək, onda mitozun sonunda əmələ gələn hüceyrələrdən birinin xromosom sayını hansı düsturla hesablamaq olar? Deməli, anafazanın sonunda 4n 4c qədər hüceyrə əmələ gəlir. Və biz bilirik ki, normalda bir diploid xromosom dəstinə malik olan hüceyrənin 2 dənə xromosomu cinsiyyət xromosomudur. Qalanı autosom xromosomudur. Anafaza mərhələsində də xromosomların sayı 2 dəfə artır. Yəni, cinsiyyət xromosomları əvvəl 2 dənə idisə, anafazada 4 dənə olur. 4n çıxı 4 qədər autosom xromosomu olur. Yəni, bunun 4 dənəsi cinsiyyət xromosomudur. Sonra da deyir ki, onda mitozun sonunda əmələ gələn hüceyrələrdən birinin xromosomu sayı. Mitozun sonunda da 2n 2c qədər hüceyrə əmələ gəlir. 2n bölünsün 2c qədər. Bunu da düzəməli yazsaydım yaxşı olardı. Və deyir ki, hansı düsturla hesablamaq olar? Deməli, sonda biz bilirik ki, say 2 dəfə azalır. Ona görə 2-yə bölməliyik. Əmələ gələn hüceyrələrdən isə, bax, bu bayaq dediyim 4 dənəsi cinsi hüceyrədir. Yəni, biz bilirik ki, sonda əmələ gələn hüceyrədə həm autosom xromosomlar olur, həm də cinsi xromosomlar olur. 4 dənəsi cinsi xromosomudur, qalanı isə autosom xromosomdur. Ona görə A variantı. Yenidən deyirəm. Deməli, məməli heyvanın somatik hüceyrəsinin bölünməsi zamanı anafazanın sonunda autosom xromosomların sayı n. Anafazada xromosomların sayı 2 dəfə artır. 4n çıxılsın 4 qədər autosom xromosomu olur. Bunun 4 dənəsi cinsiyyət xromosomudur ki, biz bunu sonda üzərinə gəlirik. Mitozun sonunda isə xromosomların sayı biz bilirik ki, 2 dəfə azalır. Ona görə 2-yə bölünür. Cavab edir A variantı. 88. Məməli heyvanın ilkin cinsi hüceyrəsinin bölünməsi zamanı meyozun ikinci anafazasının sonunda autosom xromosomları. Meyozun ikinci anafazasının sonunda 2n 2c qədər hüceyrə olur. Onda mitozun anafazasının sonunda hüceyrədə olan autosom xromosomların sayını hesablayın. Mitozda isə xromosomların sayı 2 dəfə artı olurdu. 4n 4c olurdu. Baxın, gəlin burada da göstərim sizə. Bu mitozun anafazasıdır. 4n 4c qədər hüceyrə olur. Meyozda isə meyozun ikinci anafazasında 2n 2c qədər olur. Yəni say 2 dəfə meyozda az olur. Burada da bizdə nəyi göstərirdi? 89-cu sual. Deməli, mitozda isə xromosomların sayı 2 dəfə artı olur. Ona görə A-nı işarələyirik. 90-cı sual. Bayaq 88 idi. Yox. 88-də deyilə cavab A variantıdır.
Sənə görə 89-da nə deyir? İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci anafazasının sonunda en qədər xromosomu olarsa, meyozun ikinci anafazasının sonunda 2'in 2C'ye kadar kromosom olur. Bakın, ikinci anafazanın sonunda 2'in 2C'ye kadar kromosom olur. Deyir ki, olarsa bağırsaq hüceyrəsində mitozun anafazasının sonunda nə qədər hüceyrə olur? Bağırsaq hüceyrəsi somatik hüceyrədir. Mitozun anafazasında isə 4'in 4'e qədər hüceyrə olur. Yəni xromosomun sayı 2 dəfə artmış olur. Ona görə 89'a da cavab elə A variantı edir. 90. İnsanın yumurta hüceyrəsində en qədər xromosom olarsa, bağırsaq epitelisinin hüceyrəsinin mitozun anafaza mərhələsinin sonunda nə qədər xromosom olar? Yumurta hüceyrə N'dir. Bağırsaq epitelisi isə diploid xromosom dəstinə malik olur. Mitozun anafazasında biz bilirik ki, 4'in 4'e qədər xromosom olur. Baxın, 4'in 4'e. Deməli, nə qədər xromosom olur? 4'in 4'e dedik. N-lə ifadə etsək, N-i gərək 4'ə vuraq. Cavab olur B variantı. 91. İnsanın bağırsaq hüceyrəsində mitoz bölünmənin anafaza mərhələsinin sonunda en qədər xromosom varsa, ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci anafazasının sonunda nə qədər xromosom olar? Bağırsaq hüceyrəsinin mitozun anafazasında 4'in 4'e qədər xromosom hüceyrəsi olmalıdır. 4'in 4'e qədər. İlkin cinsiyyət hüceyrəsinin meyozun ikinci anafazasında isə, gəlin baxaq, meyozun ikinci anafazası 2'in 2C'ye kadar kromosom dəstinə malik olur. Yəni ki, meyozda deməli 2'in qədər xromosom olmalıydı. Bir sözlə 4'dən 2'ye qədər azaldı. N-i 2'ye bölməliyik. Cavab eləyir B variantı. 92. İnsanın bağırsaq hüceyrəsində mitoz bölünmənin anafaza mərhələsinin sonunda 4'in qədər xromosom sayı olur. 4'in 4'e olur. Onun bir spermatozoidində olan xromosomların sayı, spermatozoid isə həmişədən haploid xromosom dəstinə malik olur. 4'əni N-ə gətirmək üçün N-i 4'ə bölərik. Cavab edir C variantı. 93. Tetraploid orqanizmin somatik hüceyrələrinin nüvəsində olan xromosomların sayını N kimi işarə etsək, bu orqanizmin qametində olan autosomların sayını hansı düsturla hesablamaq olar? Deməli, normalda biz diploid bitkilərlə götürürdük. Somatik hüceyrələr N-dirsə, bu orqanizmin qametində. Qametdə isə xromosom sayı həmişə 2 dəfə az olur. N-i 2'ye bölürük. Bilirik ki, somatik hüceyrə ilə qametin hüceyrəsinin fərqi o idi ki, somatik hüceyrədə 2 dəfə artıq xromosom dəsti olurdu. Ona görə N-lə ifadə etmək üçün qameti deməli N-i 2'ye böldük. Sonra da deyək ki, autosomların sayını. Autosomun da sayını tapmaq üçün normalda 2N olduqda bunun biri cinsiyyət hüceyrəsi olurdu. 2N olanda bir dənəsini çıxırdıq ki, bu cinsiyyət hüceyrəsidir. Tetraploid olduqda isə 4N olduqda 4N-ə X-dir. X-dən buradan tapırıq ki, hüceyrə, orqanizm tetraploid olduqda onun 2 hüceyrəsi cinsi hüceyrə olur. Yerdə qalanı da autosom olur. Deməli, N-i böldük 4'ə, çıxdıq 2, tapdıq autosom xromosomlarının sayını. Yenidən deyirəm. Deməli, tetraploid orqanizmin somatik hüceyrələrinin nüvəsində olan xromosomların sayı N-lə işarə olunur. Orqanizmin qametində olan autosom xromosomlarının sayını tapın. Bilirik ki, qametdə olan xromosom sayı somatik hüceyrədən 2 dəfə az olur. Ona görə mütləq 2'ye bölürük. Biz həmişə deyirik ki, 2 xromosom dəstinə malik olduqda onun birini çıxırdıq ki, bu cinsiyyət hüceyrəsidir, yerdə qalanı qametdir. Tetraploid olduqda isə 2 dənəsi cinsiyyət hüceyrəsi olur, yerdə qalanı qamet olur. Ona görə cavab eləyir A variantı. 94. Sixemdə yetişmə zonasının əvvəlində bölünməyə hazırlaşan A hüceyrəsindən xromosom yığımı göstərilmişdir. Normal meyoz prosesi gedərsə, birinci bölünmənin sonunda əmələ gələn 1 və 2 hüceyrələri hansı xromosom yığımına malik olar? Bu meyozdursa, bilirik ki, meyozda xromosom sayı 2 dəfə azalır. Yəni, bu işarələrdən bir əksini götürürük, o da eləyir C variantı. 95. Bunun əksidir. Burada da toplayırsan 2 dəfə artıq olmalıdır xromosom sayları. O da
B variantına uyğun gəlir. 96. Meyozun hansı mərhələsində konjugasiya baş verir? Birinci bölünmənin profaza mərhələsində. 97. Toyuğun qametində A xromosomlarının sayı 38-dir. Bu fərdin somatik hüceyrəsindən xromosom dəstini göstərin. Toyuq biz bilirik ki, heteroqametdir. XY xromosom dəstinə malikdir. Somatik hüceyrədə də qametdən 2 dəfə artıq xromosom dəstinə malik hüceyrəyə rast gəlinir. Deməli 38-i vururuq 2-yə, cavab eləyir 76. 76-nın da üzərinə XY gəlirik, cinsiyyət hüceyrələrini eləyir, somatik hüceyrənin xromosom dəsti. 98. Xoruzun qametində A xromosomlarının sayı 38-dir. Bu fərdin somatik hüceyrələrinin xromosom dəstini göstərir. Bilirik ki, somatik hüceyrədə qametdən 2 dəfə artıq xromosom dəsti olur. Ona görə 38-i 2-yə vururuq, cavab eləyir 76. Xoruzda isə XX xromosom dəsti olur. Xoruz homoqametdir. Ona görə 76 plus XX cavab eləyir C variantı. 99. Aşağıda meyoz bölünmə zamanı hüceyrədə fazalar üzrə xromatid sayının dəyişməsinin müəyyən bir hissəsi ardıcıl olaraq verilmişdir. Qrafika əsasən hansı zaman intervalı ikinci telofazaya uyğundur? Deməli, ikinci telofazada, gəlin baxaq. Baxın. İkinci telofazada xromosom sayı 2 dəfə azalmış olur. 2N2C-dən N-C-yə düşür. Gəlin indi baxaq. 2-ni tapdıq burada. 2 ilə bərabər gedirik. 2-dən düşməlidir 1C-yə. 2-dən 1-ə düşəndə burada T5-dən T6 aralığıdır. Ona görə Y-ni götürürük. 100. Aşağıda meyoz bölünmə zamanı hüceyrədə fazalar üzrə xromatid sayının dəyişməsinin müəyyən bir hissəsi ardıcıl olaraq verilmişdir. Qrafika əsasən hansı zaman intervalı birinci telofazaya uyğundur? Gəlin birinci telofazaya baxaq. Birinci telofazada N bölünsün 2'si xromosom dəsti olur. Anafazada isə 2N4C olur. Yəni 2 dəfə azalmış olur xromosom dəsti. 4'ten 2'ye düşüyor. 4'ten 2'ye düşür. O da eləyir T1, T2 aralığı. T1, T2. 4'ten 2'ye düşən bu hissə. T1, T2 də Y variantına uyğun gəlir. Belə. Əgər digər testlərin hansısa bir bölmənin izahını verməyimi istəyirsinizsə, onu şərhlər bölməsində qeyd edərsiniz. Əgər tez-tez danışdımsa və yaxud da ki, başqa bir formada izah istəyərdinizsə, mənfi xüsusiyyətləri, müsbət xüsusiyyətləri şərhlər hissəsində qeyd etməyi unutmayın. Sağ olun.